Var. İndi sizə maqnit sahəsinin enerji düsturlarını izah edirəm. Mənə diqqətlə qulaq asırsınız. Deməli, maqnit sahəsinin enerji düsturlarını yazmışam. Burada L nədir? Maqnit sahəsinin induktivliyi, vahidi Henridir. Fi nədir? Maqnit seli, vahidi Weberdir. I nədir? Cərəyan şiddəti, maqniti vahidi amperdir. Düzdürmü? İndi baxın, bəzi misalları, məsələləri göstərir. Məsəl üçün, ikinci suala baxaq. İkinci sualda nə deyir? Deməli, cərəyan şiddəti 3 amper olduqda keçən maqnit seli 0,6 Weberə bərabərdir. Mənə deyir ki, induktivliyi tap. Mən də bilirəm ki, mütləq məsələləri eləyəndə həlləri ilə yazın. Fi bərabərdir nəyə? L i-yə. Onda L nəyə bərabərdir? Fi böl i-yə. O da eləyir 0,6 böl 3. Yəni 0,2 Henriyə. Aydındır? 0,2 Henriyə. Sonra burada düsturlardır. Biz bilirik də düsturları. Bax, bu düsturlardır. Bax, bu düsturları 7-də, 6-da, 5-də tətbiq edirik. Daha sonra gəlir məsələlər. Məsələlərdə, məsələn, 11-ci məsələni eləyim. 11-ci məsələdə nə deyir? Maqnit seli fi bərabərdir 5 Weber. Sarğacın maqnit sahəsinin enerjisi 10 jouldur. Cərəyan şiddətini tap. O dəqiqə biz bu kəmiyyətlərin olduğu maqnit sahəsinin enerji düsturunu yazırıq. Bir dəqiqə. Deməli, maqnit sahəsinin enerji düsturu fi i böl 2-dir də. Buradan da i nəyə bərabərdir? 2 və maqnit böl fi-yə. Düzdür? Yəni olur 2 vur 10 böl 5-ə. O da eləyir 4 amper. Aydındır? Hansı sual idi elədiyim? 11. 4 amper. Yaxşı mı? Daha sonra getdik. Bunlar məsələlərdir. Bunları özünüz eləyəcəksiniz. Düsturların çıxarılışıdır. Məsəl üçün 18-ci sualda necə eləyərəm? 18-ci sualda yazıb 2 və L. O bildiyimiz düsturlardan gəl yazaq. Məsəl üçün L və maqnitin yerinə nə yazım? L kvadrat böl 2 yazın. 2-lər gedir. Onda L-dir bu. L. Burada nə olur? Kökün altında L kvadrat, I kvadrat. Oradan da kökdən L çıxır. Bu da nəyin düsturudur? Maqnit selinin düsturudur. Deməli, maqnit seli. Aydın oldu. Rəngin dəyişək, başqa rəng eləyək burada. Nəvsə. Məsələn, 19-cu suala fikir verin. Orada nə deyir? B kvadrat, S kvadrat. Bax. Bu BS nədir? Maqnit selidir də. Bunun yerinə fi kvadrat yazsam. Bax, fi kvadrat I böl 2 fi. Filərin biri gedir, nə qalır? Fi I böl 2. Gördüyün nə gözəl. Bu da nədir? Maqnit sahəsinin enerjisi. Qutardı, getdi. Vahidlərin açılışını özünə eləyərsən düsturlara uyğun olaraq. Sonra getdik. Məsəl üçün, hansı sualı deyim burada? 30-u deyim. Hamısı eyni tipdir. İndi 30-u deyirəm. 30-a bax. 30-da nə deyir? Deyir ki, cərəyan şiddətini 3 dəfə azaltdıqda. Yaz ki, I2 bərabərdir I1 böl 3. L konstantdır. Yəni, maqnit sahəsinin induktivliyi sabitdir. Maqnit sahəsinin enerjisi necə dəyişər? Onda nə edirəm? V2 böl V1 sual. Əgər sabit olan L konstantdır və I-nin dəyişməyini verirsə, onda maqnit sahəsinin enerji düsturu bu kəmiyyətlərdən uyğun olan budur. L kvadrat böl 2. Əgər L sabitdirsə, L-ə baxmırıq. Onda maqnit sahəsinin enerjisi deməli, cərəyan şiddətindən necə asıldı? Düz kvadratik asıldı. Düzdür? Onda nə olur? Bunun kvadratı necə yazıram? I1 kvadrat 9, I1 kvadrat getdi, oldu 9-da 1. Yəni nə olar? V2 bərabər olur V1 böl 9. Bu nə deməkdir? Yəni 9 dəfə azalar. Aydındır? 9 dəfə azalar. Yəni Y variantı. Yaxşı mı? Sonra gəldik. Bunlar asanlıqda eləyə biləcəksiniz. Məsələn, 40 neçənci sualı deyim. 42-ci sualı izah edeyim. Bax, diqqətlə qulaq as mənə. 42-dən əvvəl 37 deyim. Belə suallarda mən həmişə nə demişəm? Buradakına nisbəti həmişə tangens alfadır. Hər zaman tangens alfadır. Yaxşı. İndi qulaq as mənə. Demir, bax, qulaq as. Bu məsələni izah edirəm. Bax, qulaq as. Deməli, nə deyir? Demir ki, cərəyan şiddəti hansı ilə təyin olunur? İyini soruşur da. Mən də yazdım ki, V maqnit böl L bərabərdir tangens alfa. İndi maqnit sahəsinin gəl enerji düsturunu yazım. L kvadrat böl 2. Oradan da cərəyan şiddətini tapım. Cərəyan şiddətini tapsam neyniyərəm? 2V maqnit böl L. Düzdür? 2V maqnit böl L.
İndi V maqnit böləyli mən tangens dedim də. 2 tangens alfa. Gördün? Şu qurtardı getdi. O da burada var cavab. Kök altda 2 tangens alfa deyə var yəni. Başa düşdün? Şu getdik harda qalmışdım 42-də. Bax 42-yə. Deyir ki, induktivliyi, bax belə məsələlərin hamısı bu cür həll olunur. Bax yazıram, mənə diqqətlə bax. L2 bərabərdir 2 dəfə azaldır induktivliyi. Cərəyan şiddətini də 6 dəfə artırır. Gördün? Azaldır deyəndə bu cür yazırıq. Artırır deyəndə bu cür yazırıq. Deyir maqnit sahəsinin enerjisi, yəni enerjisi necə dəyişər? İndi bax, V bərabərdir Li kvadrat bölü 2 deyil. L ilə necə asıldı? Düz. I ilə necə asıldı? Düz kvadratik. Onda yazıram V2 bölü V1 bərabərdir. L2 bölü L1. Bu da I2-nin kvadratı, I1-in kvadratı. Gördün? İndi nə verilib yazıram? Deməli, V2 bölü V1 bərabərdir. L2-nin yerinə bunu qoyuram. L1 bölü 2. L1 qalır olduğu kimi. I2 kvadrat. Yəni 6 I1-in kvadratı. O da eləyir 36 I1 kvadrat. I1 kvadrat. Bunlar gedir. 36-nı da 2-yə böləm 18. Bu nə deməkdir? 18 dəfə artar. Aydın oldu? Bu cür misalları belə həll elə. Sonra gəldik görək. Burada nələr var? Hamısı eyni tip misallardır. Hamısı eyni tip misallardır. Məsələn, 58-ə bir dənə baxaq. 58-də nə deyir? Bax, eri verib, u-nu verib. Düstur Li kvadrat bölü 2 deyil. Hə? İndi Li kvadrat bölü 2-də nəyim yoxdur? Hansı kəmiyyətim yoxdur? I yoxdur. I-ni də burada u bölü r ilə tapa bilərəm də. Yəni 90 bölü 30 oldu 3. Düzdür? I oldu 3. Şu qoyuram yerinə. 0,16 vur. 3-ün kvadratı 9 bölü 2. O da eləyir 2,7. Gördük, nə rahatlıqla tapdıq. Şu əla. 60-cı sual. Məsələn, 60-cı sualda nə deyir burada? İnduktivliyi verib. 80 milli Henri. Milli də 10 üstü mənfi 3-dür də bilirik. Sonra deyir ki, Q5T. Uşaqlar, sizə bir söz deyim. Sarıcı maqnit sahəsinin enerjisini soruşur. Axı, Q-nün düsturu IT-dir. Düzdür? Q IT-dir də. Bu, mən vahidlə də deyə bilərik də. Q-nün vahidi nədir? Kulon. Həmişə deyirik. Bu kulondur. Bu da amper saniyə asan. Doğrudan da IT-dir də. Deməli, burada I-nin yerində nə durub? 5. Deməli, I 5-dir. Şu, tapdım. Həll oldu məsələn. Li kvadrat bölü 2 deyil. L var, I də var. Şu 80 vur 10 üstü mənfi 3 vur 25 böl 2. Məsələni həll eləyirsən gedir. 40. 10 ilə bağlı cavab olacaq 1. Şu. Aydın oldu. Elə bil 40-ı 25-ə vururam 1000. 1000-i də 10 üstü mənfi 3-ə vuranda eləyir 1. Yaxşı. Daha sonra. Məsələn, neçənci sualdır bu? 64-cü suala baxaq. Onlar da eyni tiplər. 64-ü deyirəm. Bax, 64-cü sualda gör nə deyir. Deyir ki, deməli, maqnit sahəsinin enerjisi ferromaqnit içlik daxil etdikdə. Bax, ferromaqnit içlik daxil etdikdə, deməli, mü-nün belə bir düsturu var. Fi böl fi 0. Yadında saxla. Deməli, ferromaqnit içlik daxil etdikdə mü qədər artar. Demir, onda artır. Maqnit seli artır. Maqnit sahəsinin enerjisi. Maqnit sahəsinin enerji düsturu da var. Deməli, fi kvadrat böl 2L. Düzdür? Şu, necə asıldı? Yenə də düz asıldı. Düz kvadratik. O da artar. Deməli, D variantı olur. Yaxşı. Bax, bu cür tapırsan. Məsəl üçün, 65-ə baxaq. Nə deyir? Maqnit çıxartdıqda da mü qədər azalar. Hər ikisi azalar. Yaxşı mı? Sonra gəldik 67-ci suala baxaq bir dənə. 67-ci sual. Nə deyir 67-ci sualda? Reostatın sürgüsünü. Sürgü məsələləri. Bax, qulaq as mənə. Sürgü, bax, cərəyan buradan gəlir, belə gedir. Düzdür? Bax, cərəyan bu cür gəlir, gedir. İndi bax, reostatın sürgüsü budur da, düzdürmü? Reostatın sürgüsünü sola sürüşdürəndə, sol haradır? Bura. Yəni, təxminən bura qoyanda da elə bil. Sola sürüşdürəndə, onda bir dənə düşün, bir var, cərəyan gələ, buradan, istərsəməz buradan müəyyən yerdir də, keçə gedə. Bir də var, mən bunu sola sürüşdürürəm. Sola sürüşdürəndə, buradan keçən yer azalır da, düzdürmü? Deməli, sürgünü sola sürüşdürəndə, 67-ci sualdan söhbət gedir, L azalır, düzdür?
Maqnit nə idi? Müqavimətin də düsturu rho L böl S deyir. Əgər L azalırsa, onda müqavimət də azalır da. Əgər müqavimət azalırsa, I də bərabərdir U böl R deyil. Müqavimət azalırsa, cəryan şiddəti artır. Düzdür? Aha, əla. Cəryan şiddəti artır. İndi baxaq. Fi-ni istəyir. Fi bərabərdir. L-I deyil. Hə? Əgər cəryan şiddəti artırsa, artır dedim burada. Artır dedim, hə. Cəryan şiddəti artırsa, onda maqnit seli artar. Maqnit seli artar. Bunu tapdım. Bəs yaxşı, maqnit seli artırsa, fi nə idi? Maqnit sahəsinin enerjisi L-I kvadratı bölü 2 deyil. Hə? Yenə dediyim kimi, cəryan şiddəti artırsa, maqnit sahəsinin enerjisi də artmır. Deməli, hər ikisi artar. Artar. Aydındır. Bəs yaxşı, bunu sağa sürüşdürsəydim nə olardı? Sağa sürüşdürəndə uşaqlar, bax, elə 68-ci sualda. Bax, düşün ki, bunu sağa sürüşdürdüm. İstər-istəməz o L artırdı, o maqnit sahəsinin gəlib keçdiyi uzunluq artır. Aydın oldu. Bir var buradan keçsin, bir var bunu sağa sürüşdürəndə biraz daha uzunluq artır da. Uzunluq artırsa müqavimət də artır. Müqavimət artırsa cəryan şiddəti azalır. Aydın oldu. Eyni bayaqki kimi. Sonra baxaq 69-cu sual. 69-cu sualda nə deyir? Bax, verilənləri yazıram. Deyir ki, L1-dir. Cəryan şiddətini deyir. 3 dəfə artırdıqda, onda belə olur da. I2 bərabərdir 3I1. Maqnit sahəsinin enerjisi 16 joule artar. V2 bərabərdir 16 V1. Düzdür? Sarğacdakı cəryan şiddətinin başlanğıc qiymətini tap. Hə, cəryan şiddətinin başlanğıcını I1-i soruşurdu. Onda belə çıxır ki. Bircə dəqiqə. Cəryan şiddətini 3 dəfə artırdıqda cəryan şiddətinin başlanğıc qiymətini tap. Uşaqlar, burada bir şey səhv yazmışam. Bax, burada deyir ki, maqnit sahəsinin enerjisi 16 joule artar. Mən nə yazmışam? 16 dəfə. Mənə oxşamayın, diqqətli olun. V1 üstəgəl 16 olur. Ha, все. İndi düzəldi. 16 joule artar başqadır, 16 dəfə artar başqadır. Mən nə yazıram? Yazıram ki, V2 bölü V1 bərabərdir. I ilə necə asıldı? Düsturdan. Kvadratik asıldı da düz. Onda nə olur? I2 böl I1-in kvadratı. Qoyuram yerinə. V1 üstəgəl 16 böl V1 bərabərdir. I2-nin yerinə 3I1 böl I1 kvadratı. Düzdür, o da olur 9. Belə bir I1-lər gedir 9. 9V1 bərabərdir V1 üstəgəl 16. 8V1 16. V1 də oldu 2. Düzdür, V1 oldu 2. İndi mənə nə deyir? Cəryan şiddətinin başlanğıc qiymətini tap. Əgər V1 2-dirsə, bax, V bərabərdir L I1 kvadrat bölü 2. Onda 2 bərabərdir. L-in yerinə 1 qoyuram. 1 I1 kvadrat bölü 2. Onda I1 kvadrat 4-dürsə, I1 də oldu 2. Cəryan şiddəti oldu 2 amper. Aydın oldu. Tapdıq 69-u da. Sonra 70-ci sualda uşaqlar fikir verin. Nə deyir orada? Deyir ki, müqaviməti 50 ohm. Bax, R bərabərdir 50 ohma. Sabit cəryan keçərkən 30 millisaniyə. Milli də bilirəm ki, 10 üstü -3-dür. İstilik miqdarı maqnit sahəsinin enerjisinə bərabərdir. Yəni, I kvadrat RT bərabərdir LI kvadrat böl 2-yə. Bax, buradan tapa bilərəm də. Buradan da nə deyir 70-ci sualda? Deməli, I kvadratlar getdi. İnduktivliyi tap. İnduktivliyi də alınır 2RT-yə. 2 vur 50 vur 30 vur 10 üstü -3. Düzdür? Oldu 3. Oldu cavab 3 Henry. Yaxşı mı? Bu neçənci sual idi? 70-ci sual. Başa düşdünüz? İnşallah ki, başa düşdünüz. Sonra 72-ci sual. 72-ci sualda nə edərəm? Deməli, bir dənə 72-ci suala baxaq. Deyir ki, maqnit selinin 12 Weber qiymətinə uyğun enerjisini tap. Enerjisinin qiymətini tap. Mən asıllıq qura bilərəm, görəsən. Asıllıq qursam, burada nə var? 12 Weber. Verilmiş induktivliklə. Və da asıllıq qurda uşaqlar. Hansı düsturla asıllıq quraram? Bax, bu düsturla. Fi kvadrat böl 2L. Bax, bu düsturla asıllıq qur. V ilə fi necə asıldı? Düz kvadratik. Asıllığı qur yaz. Yaxşı. İndi 73-cü suala bax.
73-cü sualda baxaq. V bərabərdir l kvadrat bölü 2. İ'nin də yerinə u bölür yazsam, kvadrata yüksəltsəm, belə olur. V1 bölü V2 bu zaman R-lə necə asılıdır? Bax, R-lə asılığına. Tərs kvadratik. Yəni R2 kvadrat, R1 kvadrat. Gördük. R2-nin yerinə nə yazıram? 2R. 2R'in kvadratı oldu. 4R kvadrat böl R kvadrat. Cevabı oldu 4. Aydın oldu. Sonra getdik. Neçənci sualdır bu? 75-ci sual. 75-ci sual. 75-ci sualda nə deyir? K açarını qapadıqda maqnetik sahəsinin enerjisi necə dəyişər? Aha, başa düşdüm. Necə dəyişər soruşur. K açarını qapadıqda. İndi bir dənə baxaq. K açarı açıq olanda onda R nəyə bərabərdir? Bir dəqiqə görüşmüş. Nə oldu? Bir dəqiqə nəyə baxırdım mən 75-ci suala? K ümumiyyətlə R nədir? Bir dəqiqə. Maqnit sahəsinin enerjisi qapandıqda. Birinci halda elə R bundan naciyi yoxdur. Nacikdir bu. Gəldən baxalım. Neysə, nazik deyil. Bu nədir? Öyrənəcəm. İnşallah. Hə, bax bu nazikdir. Bu da nazikdir, rəngi bitərdi. Nə qəşəng. Hə, İndi nə deyir? K açarını qapadıqda sarğacın. İndi bir dənə bax. Əvvəlcə K açarını açıq olanda əvvəlcə R idi. Düzdür? Əvvəlcə R idi. Bax, elə bil R1 R'dir. İkincidə K açarını qapayanda. Qapayanda nə olur bunlar? Paralel, bura qapandı. Qapananda nə olur? Paralel birləşir də. Paralel birləşəndə də R2-də R bölü 2 olmur. Yəni belə deyim də sizə. Müqavimət 2 dəfə azalır. Düzdür? Burada bax R1 əgər R olanda cəryan şiddəti nə olur? U böl R olur da, düzdür? R2 R böl 2 olanda elə bil I2 nə olur? I2 nə olur? U böl R böl 2 qalxır da yuxarı, düzdür? Enerji düsturda Li kvadrat böl 2 deyil. Buradan yazmıyor, aləmdəydi orada. Deməli, R1 R'dir. Buna uyğun I1 nədir? U böl R. Yaxşı, R2 R böl 2'dir. Buna uyğun da I2, elə bil U böl R'in yerinə R böl 2 deyəndə 2 qalxır yuxarı. Maqnit sahəsinin enerjisi Li kvadrat böl 2 ilə yazsam. Bax, I ilə necə asıldı? Düz kvadratik. Mən elə bil bunu belə yazıram da. V2 böl V1, I2'nin kvadratı, I1'in kvadratı. Bu 2 dəfə artıbsa, yəni 2 I1'dir də, belə deyim sənə. Kvadrat 4 I1 kvadrat böl I1 kvadrat getsə, cavab 4. 4 dəfə artır. 75'də nə olur? 4 dəfə artar. Aydın oldu. Sonra baxaq 77-ci suala. 77-ci suala. 77-ci sualda nə deyir bizə? İnduktivliyi 4 milli Henri, yəni 4 vur 10 üstü mənfi 3 Henri. Aktiv müqaviməti 0.6. Mənbəyin elektrik hərəkət qüvvəsini tap. Gəl baxaq. Aktiv müqaviməti 0.6. Daxili müqavimət 0.1. Enerji 18 millijoule. Milli 10 üstü mənfi 3'dür. Elektrik hərəkət qüvvəsini tap. Uy. Sən buradan inirsən, geç bura. Deməli, V bərabərdir Li kvadrat böl 2'dir. Bəli, belədir. Gəl mən buradan əvvəlcə i-ni tapım. Bax, i bərabərdir kök altda 2V bölü L-dir. Bax, 2 vur 18 vur 10 üstü mənfi 3 V-nin yerinə. L-in də yerinə 4 vur 10 üstü mənfi 3. Bunlar getdi. 2, 9. 9'dan da kökdə 3 çıxır. Cəryan şiddəti olduğu 3. Onda i bərabərdir epsilon böl R üstə gəl R. Yəni 3 bərabərdir epsilon böl 0.6 üstə gəl 0.1. Olur epsilon böl 0.7. 0.7'ni də 3'e vuranda oldu 2.1. Aydın oldu 2.1. Yəni B variantı. Yaxşı mı? Yaxşı. 78'i deməyəcəm. 78'də düsturdur. V bərabərdir Li kvadrat böl 2'də i-nin yerinə U böl R yazıram da. Elə bir ki, bir də fəmlik yazım.
Deməyəcəm deyə. Asılılığı qur hesabla. Bundan sonra da bilməsən get başqa qrupa. Sonra 80-cı suala keçdik. 80. Nədir belə? Deməli, 80-cı suala baxaq. 80-cı sualda nə deyir? Sağacağın maqnit sahəsinin enerjiləri arasında hansı münasibət doğrudur? Gəl baxaq. Erdə deməli birincidə müqavimət erdir, ikincidə 2 erdir. Uşaqlar üçüncüdə burada paralel birləşməyiblər bunlar. Paralel birləşəndə 1 böl R1 elə bil belə deyil. 1 böl R3, 1 böl R1 üstəgəl 1 böl R2 yaza bilərəm də. Yəni 1 böl R üstəgəl 1 böl 2 R. O da olur 2-də 3 R. Onda R3'ü də tapanda bir dəfəmlik olur. R ümumi daha doğrusu. R3 deyəndə R ümumi olur 3'də 2 R-ə. Düzdür? 3'də 2 R-ə. Şu. Bir dənə bax 3'də 2 R. Bax birinci ilə ikincidə hansı böyükdür? Əvvəlcə bunu təyin eləyək. Birinci ilə ikincidə. Bax hansı böyükdür? Necə təyin eləyərik? Belə təyin eləyərəm də. V bərabərdir. Bayaq yazdığım düstur. Deyib, baba bu düstur. Necə yazaram? Necə asıldı onda müqavimətlə? Tərs asıldı da. Deməli, böyük olanda kiçik, kiçik olanda böyükdür. Onda belə çıxır ki, V1 V2-dən böyükdür. Düzdür? V1 V2-dən böyükdür. Bəs yaxşı, V3 V3 də bərabərdir Li kvadrat bölü 2. Bayaq tapdım axı, R nə idi? 3'də 2 R idi də. Onda V3 olur nə? Elə bir ki, Li kvadrat. I kvadrat, yəni U kvadrat R ilə tərs asıldısa, onda belə olur da. Burada olur 8, burada olur 9. Elə bir ki, 8'də 9 olur da U kvadrat, burada da R kvadrat. Bu da vahiddən böyük olduğu üçün V3 hamısından böyükdür. Aydın oldu. Müqavimətlərlə tapdım, R-lərlə. Sən də mənim kimi tap, diqqətli ol. Sonra heç nə. Silək bunları. Gəldik 82-ci sual. 82-ci suala bax. Nə deyir 82-də? Yenə sağa sola sürüşdürmək. Deyir sürgünü deyir sağa sürüşdür, sağa. Sağa sürüşdürəndə istər-istəməz keçdiyi yer azalır axı. Bax bir dənə düşün. Bir var, buradan keçsin. Bir var, sağa sürüşdürdüm. Buradan keçsin. İstər-istəməz yer azalır. İndi bax. El azalır. El azalanda rho L bölü S müqavimət də azalır. Müqavimət azalırsa cəryan şiddəti artır. Düzdür? Cəryan şiddəti artırsa maqnit sahəsinin enerjisi artır. Maqnit sahəsinin enerjisi artar. Bəs induktivlik dəyişməz. Yaxşı. Sonra 84-cü sual. 84-cü sualda da fi L idi. Yenə eyni qayda ilə bu düsturdan istifadə edib tapacaqsan. Eyni qayda ilə tap. Getdik görək. 86-cı sual. 86-cı suala bir dənə baxaq. Y bərabərdir L delta I böl delta T deyil. Hə? Mən buradan nəyi tapa bilərəm? Müqavimət L induktivliyi tapa bilərəm də. L bərabərdir nəyə? Delta I böl delta Y böl delta I böl delta T. Məsələn, Y-ni nə istəyirsən götürək. 0.8 götürsək delta I böl delta T 4'dür də. Onda oldu L 0.2. Düzdür? L 0.2 isə enerjisi nə? L I kvadrat, yəni 0.2 vur. I də 3'dür də. 3'ün kvadratı 9. Böl 2. Cavab 0.9. Aydındır. Asan tuşalar. Diqqətli olun, yazın. Sonra gəldik 80. Neçədir bu? 88-ci sualda fi 1'i 0.4 götür. Fi 2 də 0.8 götür. Yaxşı. Asıllığı qur hesabla. Day demirəm qalanını. 90-cı sual. Bayaqlarım dedimi? I kvadrat nə deyir? İstilik miqdarı maqnit sahəsinin enerjisinə bərabərdir. I kvadrat RT bərabərdir L kvadrat bölü 2'yə. Hə? Sonra nə olur burada? I kvadratlar gedir. R nəyə bərabərdir? R lazım. İnduktivlik lazım deyə mənə. L bərabərdir 2 RT-yə. Bunu da tapdım. Yaxşı. Sonra getdik. Nə deyir burada? Məsələn 93-cü suala baxaq. Nə deyir? Cəryan şiddətini artırdıqda. Cəryan şiddətini artırdıqda fi L idi də. Deməli maqnit seli artar. Bu da maqnit sahəsinin enerjisi də L I kvadrat bölü 2 deyil. Onda bu da artar. 1,5. Yaxşı. Sonra gəldik məsələ neçədir bu? 97-ci suala.
97-ci suala bir dənə bax. Fi bərabərdir L-i, düzdür? Fi bərabərdir L-i. L ilə asıllığını necə götürürəm? L ilə asıllığını düz götürürəm. Onda fi 1 bərabərdir 2 fi 2. Düzdürmü? Bəs V nəyə bərabərdir? L-i kvadrat bölü 2. Qutardı. Burada da asıllığı elə düzdür də. Asıllı da düz asıldı. Yəni elə 3. 1-dən 3. Yaxşı. Sonra. Da uşaqlar. O bilər də 10 kimidir. Hamısı asandılar. Məsələlər də həll eləyin. Həllini yazanda mütləq verilirlə yazın. Şərtlə yazın. Hər viz öyrəşsin. Yazın gəlin.